Dostlar, gəlin bu gün mötəbərlik prezumpsiyasından danışaq. Bəlkə də ən güclü prinsiplərdən biridir. Sadə dildə desək, sizin inzibati orqana təqdim etdiyiniz hər hansısa sənəd, dəlil və ya məlumat onun yalan olduğu sübuta yetirilməyənə qədər tamamilə doğru və həqiqi hesab olunur, yəni mötəbər. Ən vacib məqam isə budur. Başqa sözlə sizin yox, məmurun özü sübut eləməlidir ki, təqdim etdiyiniz sənəd səhvdir. Siz doğruluğunuzu sübut etməli deyilsiniz. Qanunun 19.2-ci maddəsinə əsasən, əgər dövlət orqanının təqdim etdiyiniz sənədin doğruluğuna dair hər hansısa şübhə yaranarsa, bu şübhələri aradan qaldırmaq üçün həmin dövlət orqanı özü və öz hesabına tədbirlər görməlidir. Bu prinsip sizi əlavə arayışlar toplamaq, öz sözünüzün və ya sənədinizin doğruluğunu sübut etmək üçün qapı-qapı gəzmək zəhmətindən azad edir. Odur ki, sizin təqdim etdiyiniz sənədin doğruluğunu təsdiq edən əlavə bir sənəd tələb olunarsa, o zaman inzibati icraat haqqında qanunun 19.1-ci maddəsinə istinad edərək bunun qanunsuz olduğunu bildirə bilərsiniz. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması isə qadağandır. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.